Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak həmişəki kimi her şeyden önce həmd olsun alemleri Rəbb olan Allah'a. Ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed'e sallallahu aleyhi ve selleme. Bugünkü mövzumuz Allah'ın izniyle həddindən artıq mühüm olan mövzulardan bir mövzudur. Mövzumuzun ünvanı, dersimizin ünvanı Allah'tan həya etmək. Subhanahu ve Teala. Allah'tan həya etmək. Lakin bu elə bir mərhələdir ki, siz də görəcəksiniz, eşidəcəksiniz. Asan məsələlərdən deyil. Yani Allah'tan həya etmək məsələsi o kadar da asan değil. Yani bizlerden her hansı birimiz istəsək ki, Allah'tan həya edək, Subhanahu Teala, mütləqdir ki, Allah'ı tanımaq. Allah'ı tanımaq, bayaq dediyim iki məsələ. Allah'ı tanıyandan sonra qəlb Allah'a bağlanır. İstənilən bir kəs Allah'ı tanıyır, öyrənir. İndi inşallah onun da yollarını öyrənəcək. Allah nə cür tanılır, Subhanahu Teala. Ondan sonra nədir? Ondan sonra insanın qəlbi Allah'a bağlanır. Elhamdülillah. Artıq nəticə hasil olur. Siz demeyin bu Allah'tan həya etmək məsələsi üçüncü mərhələymiş. Ondan öncə iki dənə məsələ var imiş. Hansılar idi? Allah'ı tanımaq. Allah'ı tanıdıktan sonra qəlbin Allah'a bağlanması. Mücərrəd olaraq qəlb Allah'a bağlanandan sonra istər-istəməz insan nədir? Allah'tan həya edir. Allah Subhanahu wa Ta'ala'nı tanımaq Allah'ın özü haqqında kitabında bize xəbər verdiği formada ve onun Resulü Muhammed sallallahu aleyhi ve sellem bize öyrətdiyi kimi. Heç şübhəsiz ki Allah'ı tanımaq tövhid ile olur. Yani Allah'ı tanımaq tövhid ile baş verir. Allah Subhanahu wa Ta'ala tövhidi öyrənmək haqqında, özünün tanınması haqqında əmr edir. Buyurur ki: "Fe'lem ennehu la ilahe illallah." Bil ki Allah'tan başka ibadete layık olan hakkıyla məbud yoktur. Bil ki Allah'tan başka ibadete layık olan hakkıyla məbud yoktur. Orada birden soruşarsınız ki harda da orada emir. Ərəb dili qrammatikasına baxanda görürük ki buradaki bu ayədə gələn siyaq emir formasıdır. Əmrə dəlalət edir. İbn Abbas radiyallahu anh buyurur ki tövhid ile bağlı, yani Allah Subhanahu wa Ta'ala ile bağlı, La ilahe illallahla bağlı 37 yerde kesməkdədir. Kur'an-ı Kerim'de 37 yerde kesir ki Allah'ın Subhanahu wa Ta'ala təkliyinə işaret edir, yok. La ilahe illallah'a işaret edir. Ama Allah'ın təkliyinə bütün ayetlerde demək olar ki nədir? İşareler vardır. 37 yerde sarih şekilde, məsəl üçün necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki ve ilahukum ilahun vahid. La ilahe illa huve'r-rahmanir-rahim. Subhanahu wa Ta'ala. Ve ilahukum ilahun vahid. Fikir verdiniz, ilah sözü kesir. Həmçinin Allahu la ilahe illa huvel hayyul qayyum. İstərsə Ali İmran surəsində, istərsə Əl-Bəqara surəsində və digər surələrdən. Deməli, ən birincisi nədir? Allah'ı tanımaq tövhid ilə. Allah'ı tanımaq tövhid ilə. İnsan Allah'ı tanıyandan sonra qəlbi dedik ki nədir? Bağlanır Allah'a Subhanahu wa Ta'ala. Baxın, Allah'ı tanımağın yolları əslində çoxdur. Biz bunları niyə görə öyrənirik? Kim deyir bunları niyə görə öyrənirik? Biz nəticəni əldə etmək istəyirik də. Nəticə nə idi? Əhsəntum. Allah'tan həya etmək. Allah'tan həya etmək istəyiriksə, mütləq ki biz Allah'ı tanıyaq. Elə deyilmi? Ola bilməz ki kimsə Rəbbini tanımasın. Sonra ondan nədir? Həya etsin. Mümkün olan şey deyil. Yəni burada ziddiyyət var. Kimsə Rəbbini yaxşı tanımasa, heç vaxt ondan nədir? Həya etməyəcək. Siz də biraz bundan sonra eşidəcəksiniz. Subhanallah, Allah Subhanahu wa Ta'ala'nın əzəmətli məxluqları var. Allah'ın əzəmətli məxluqları var. Bunların səbəbiyle, bunların sahəsində biz Allah'ı tanıyırıq. Məsəl üçün Allah Subhanahu wa Ta'ala bizə heyvanlardan misal verir. Dağlardan, daşlardan, yerlərin döşənməsindən, göylərin təvan edilməsindən. Subhanahu wa Ta'ala. Baxırsınız ki, həqiqətən Allah Subhanahu wa Ta'ala kəramət sahibidir. Allah yerlərin və göylərin sahibidir. Allah gecəni gündüzə qatır, gündüzü gecəyə qatır. Ölüdən diri çıxarır, diridən ölü çıxarır. Subhanahu wa Ta'ala. Yəni bütün bu olacaqların, olanların hamısı
nədir? Allah üçün çox asan olur. Necə ki, Allah-u Teala başqa yerlərdə, Quran-ı Kərimin başqa surələrində neçə ayətlərdə keçir. İzə qada əmran fə innəmə yəqulu ləhu kun fəyəkun. Allah subhanahu wa ta'ala istənilən bir işin olmasına ol deyir. O da dərhal olur. İstənilən bir iş. Nə olursa olsun, bizim üçün çətin olan işlər Allah üçün çox asandır. Siz düşünün ki, bütün böyük məxluqları, bütün dünyanın yaradılışına Allah ol deyib subhanahu wa ta'ala. Allah üçün çox asandır. Vallahi, insan Allahın məxluqları ilə, əslində bizim özümüzün yaradılışımız ən böyük dəlillərdən deyilmi? Ən böyük sübutlardan deyilmi? Allah subhanahu wa ta'ala deyir ki, nəfslərinizə baxın. Nəfslərinizdə nə qədər ibrətlər var. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allahın məxluqlarından bizə xəbər verib. O məxluqlara baxanda, onların əzəmətini görəndə görürük ki, subhanallah, məxluqlar bu cür nədirsə, bəs Xaliq nə cür? Nə cür əzəmət sahibidir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mənə icazə verildi ki, izin verildi ki, bir mələkdən xəbər verim. Mələklərin birindən danışam. Fikir verin, subhanallah. Hansı ki, o mələklər ki, ərşi daşıyan 8 mələkdir. Allahın ərşini daşıyan, subhanahu wa ta'ala'nın. Xəbər verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onların deyir, birinin deyir, qulağından çiyninə olan məsafə, qulağı ilə çiyni arasında olan məsafə nədir? 700 illik quş suratı ilə uçulan bir məsafədir. Düşünün ki, quş 700 il uçur, hələ gəlib o çatmıyor. Fikir versin, subhanallah. Necə böyük məxluqlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, mən deyir, Cəbraili aleyhisselamı 2 dəfə özünün qiyafəsində görmüşüm, özünün şəkilində. Bilirsiniz, Peyğəmbərimizə sallallahu aleyhi ve sellemə Cəbrail aleyhisselam kişi cildində gəlirdi və yaxud səslə gəlirdi, vəhiylər gələndə, vəhiy nazil olanda. Həmçinin özünün qiyafəsində 2 dəfə. Burada bir məsələ var, burada haşiyə çıxım, dönəcəm inşallah mövzuya. Bəzi qardaşlar ilə başa düşürlər ki, Allah, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahı görüb. Xeyr. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu dünyada Allahı görmür. Yəni, Cəbraili görüb aleyhisselam. Çox adamlar elə başa düşürlər ki, nədir? Cəbrail aleyhisselam deyəndə Allahı elə başa düşürlər, amma bu doğru deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Cəbraili 2 dəfə özünün qiyafəsində görmüşəm. Buyurur ki, subhanallah, Cəbrail aleyhisselam 600 qənədli bir mələkdir. Allah-u Teala onu 600 qənədli bir böyük məxluq olaraq xəlq edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onunla görüşəndə bir qənəd asmışdı. Bir dənə oranı gözümüzün qabağına gətirə bilirik. Yəni, o cürə əzəmətli mələk bir qənədini də asmış deyir. Mən deyir, üfüqün deyir, harasına baxırdım deyir, göy səmasına. Onu görürdüm deyir, subhanallah. Allahu akbar. Nə cürə əzəmətli böyük bir məxluqdur. La ilahe illallah. İnsan baxanda ki, məxluqlar bu cür nədirsə, bəs Xaliq nə cür? La ilahe illallah. Biz, yəni, la ilahe illallah öyrənməliyik yoxsa yox? Öyrənməliyik. La ilahe illallah nə cür öyrənmək? Mücərrad olaraq dildə yox. La mə'buda bi haqqin illallah. Biz bildik. Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Xeyr. Allah subhanahu wa ta'ala bizlərə nəyi əmr edir? Nəylərdən bizi çəkindirir? Biraz bundan sonra inşallah bunlar haqqında götürəcəyik. Deməli, Allahı subhanahu wa ta'ala necə tanıyacağıq? La ilahe illallahla, la ilahe illallahı öyrənməklə, hansı ki Allah-u Teala özü əmr edib ki, onu öyrənmək istəyiriksə, oxuyaq, öyrənək, elm öyrənək. Allahın adı və sifətləri ilə subhanahu wa ta'ala. Allahın adı və sifətlərini insan öyrəndikdə, Allahı daha da nədir? Yaxından tanıyır. Bu cür olanda insan elm öyrənəndə Allah haqqında onun xaşyəsi artır, xoşusu artır. Ən böyük dəlillərdən nədir? Yəni, yer üzündə sual verilsə ki, Allahdan haqqı ilə qorxanlar kimlərdir? Alimlər. Nasıl olaraq ayət var Quran-ı Kərimdə Allah Subhanahu buyurur ki, qulları arasında Allahdan ən çox qorxanlar kimlərdir? Alimlər, elm əhli. Sizcə nəyə görə? Onların qara qaşlarına, qara gözlərinə görə? Xeyr. Sadəcə onlar Allah haqqında olan elmlərinə görə. İnsan Allah haqqında öyrəndikcə, yəni Allah haqqında elm öyrənəndə insanın qəlbi genişlənir. Qəlb genişlənir, artıq Rəbbini tanıyır. Rəbbini tanıdıqdan sonra artıq Allahın haramlarını və halallarını qoruyur. Yer üzündə Allahdan ən çox qorxan insanlardan ən birincisi kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Siz düşünün ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan nə cür qorxurdu, Allahu akbar. Allahdan nə cür qorxurdu. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir fayda var burada. Ümumi peyğəmbərlər, bütün peyğəmbərlər, Allahın hamısına salam olsun, onların imanları sabit idi. Yəni, onların imanları heç vaxt azalmırdı. Allah onlara vəhiy göndərəndən, peyğəmbər seçəndən
Nəbi seçəndən onların imanları sabit qalmışdı. Azalmırdı və əksilmirdi. Bizdə amma nədir? Azalır və əksilir, düzdür? Azalır və çoxalır. Möminlərdə itayət ilə çoxalır, asiliklə azalır. Yeganə Peyğəmbərdir ki, Muhammed sallallahu aleyhi ve sellem, onun imanı hər gün artırdı. Subhanallah. Şirvesi sallallahu aleyhi ve sellem. Yəni 23 il ərzində Allah onu Peyğəmbər seçəndən hər gün onun imanı artırdı. Hər gün onun təqvası artırdı. Yəni dünəni bugünü kimi deyildi. Fikrimi çatdıra bilirəm. Hər gün onun təqvası imanı artırdı sallallahu aleyhi ve sellem. Ən çox Allahdan qorxan yer üzündə kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Bu nəyin nəticəsi idi sizcə? Allahı tanımağın. Allahı tanımağın. Subhanallah, biraz önce dediyimiz kimi Allah subhanahu teala məxluqlarına baxanda insan fikirləşsən ki, həqiqətən Allah nə cür əzəmətlidir. Subhanahu teala, Allah nə cür əzəmətlidir. Və həmçinin bəzi məxluqlar var, onlar da mələklərdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, göy üzündə bir addım olsun belə və yaxud şibr deyil, hədisdə şibr keçir, bir qarış olsun deyə yer yoxdur. Onları, o göy üzünün dərəcələr var, göy səmasında, birinci qat, ikinci qat. Orada mələklər var. Bu mələklər xəlq olunublar, xəlq olunan gündən Allaha ibadət edirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, göyün deyir, elə qatı var ki, orada deyir, mələklərdən bir qrupu, Allah onları xəlq edəndən rukuda dayanıblar. Fikir verirsiniz. Allah onları xəlq edəndən onlar ruku vəziyyətindədirlər, subhanallah. Ta qiyamət gününə kimi. Başqa cür mələklər var, başqa bir qism. Onlar Allah subhanallah onları xəlq edəndən səcdədə dayanıblar. Və digərləri nədir? Qiyamda dayanıblar. Ancaq ibadətlə məşğuldurlar. Ən təəccüblüsü arası da subhanallah, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah qiyamət günü olanda, yəni Allah dünyanı dağırdanda, hər şey məhv olanda, onlar sizə nə deyəcəklər? Həmin o mələklər. Kim tapar sizə? Layiqincə ibadət edin. Subhanallah. Deyəcəklər, Subhanək. Allahı tərif edəcəklər, deyəcəklər ki, paksan, münezzəhsən bütün eyiblərdən. Mə abədnəkə haqqa ibadətik. Sənə layiqincə ibadət edə bilmədik. Allahu akbar. Bilirsiniz nə deməkdir? Yəni bizlərdən birimiz nə qədər rukuda dayanır? Bizlər, subhanallah, Allah bizi bağışlasın, yəni namazları heç doğru şəkildə qıla bilmirik. Allah rəhm edən qullardan başqa. Elə deyilmi? Düşünün ki, o məxluqlar, o mələklər, subhanallah, rukuda dayanmaq əsirlərlə. Əsirlər boyu onlar rukuda dayanırlar. Allahu akbar. Səcdədə dayanırlar. Nə cür Allaha ibadət edirlər. Buna baxmayaraq, deyəcəklər ki, qardaş buyurduğu kimi, biz sənə layiqincə ibadət edə bilmədik. Fikir verirsiniz, subhanallah. Deməli, biz Allahı subhanahu teala'nı tanıyırıq. Tanıyandan sonra nə olur? Bu cür olandan sonra Allah sizlərdən razı olsun. Allah Teala bizlərə nəsib etsin bu cürə hala gəlib çıxmağı. İnsanın qəlbi artıq nədir? Allahla bağlı olur. Muallaq olur qəlb Allahla. Qəlbdəki elhamdülillah, xoş o insanların halına. Xoş o insanların halına ki, onların qəlbləri Allah ilə bağlıdır. Allah ilə bağlı olan qəlblər çox zəngin olur. Qəlbləri çox zəngin olur, subhanallah. Bundan sonra nədir? Nəticə olaraq üçüncü nə gəlir? Həya gəlir. Sizcə bu cür məsələləri biləndən sonra, öyrənəndən sonra, Allahı tanıyandan sonra insan günahı rahat şəkildə elə yoxsa çətin şəkildə? Çətin olur, rahat şəkildə elə bilməz. Fikirləşər ki, Allahın subhanahu wa ta'ala'nın üzərimdə haqları var. Allah məni görür, izləyir. Bu bilirsən hansı mərhələdir? Allah məni görür mərhələsi insaniyyətin dünyada və axirətdə ən xoşbəxtçilikdir. Saadənin xoşbəxtçiliyi ən yüksək məqamıdır. Bundan o yanı yoxdur. Hansı məqam? Allah məni görür. Subhanallah. Allah məni görür. Başlayır insan nə eləməyə? Allahdan həya eləməyə. Daha da təəccüblüsü nədir? Mən sizə bir neçə misallar verəcəm. Allah sizdən razı olsun. Bu misalları əslində Rəbbimiz ilə müqayisə etmirəm, həşə. Yəni, yaraşmaz ki, hər hansı bir məxluqla Allah müqayisə olunsun. Sadəcə olaraq mən istəyirəm ki, fikirlərimi çatdıram sizlərə. Bu misalların ətrafında fikirləşmək üçün əslində bu misalları verirəm. Amma ki, müqayisə məsələsi deyil. Baxın, müdür var. Bir yerdə yəni müdürün işçiləri var. Deyək ki, bir şirkətdir. Şirkətdə nədir? İşçilər var. Bir zavoddur, bir fabrikadır. Orada müdür qayda qoyub ki, səhər iş sağı neçədə başlayacaq? 9-da. Axşama kimi, neçəyə kimi? 6-ya kimi. 9-dan 6-ya kimi işçilər nədir?
mültəzim olaraq orada işləsinlər. O işçilərdən bəziləri olur ki, nədir? İşə gecikirlər. Deyək ki, saat 10-da gəlirlər, 5-də çıxırlar. Hər dəfə 1 saat nədir? O müdürün qoyduğu qanunları yerinə yetirmirlər. Başqa bir misal, məktəbdir. Məktəbdə müəllimlər, direktor, yəni qayda qoyublar ki, saat 8-dən 1-ə kimi. Bəzi yerlərdə 8-də olur, bəzi yerlərdə 9-da. Dərs vaxtı. Orada tələbələrdən bəziləri nədir? Gecikirlər dərsə. Onlar 9-da gəlirlər, saat 12-də çıxırlar. Yəni dərs vaxtlarına nədir? Dərs vaxtlarını, yəni məktəbdə qoyulan qayda qanunlara riayət eləmirlər. Üçüncü bir misal, evdə valideynlər var. Bir də ki, nədir? Evladlar var. Allah bütün müsəlmanların evladlarını qorusun. Hər bir evdə valideynin, ata-ananın özünün qayda qanunları var, elə deyilmi? Uşaqlar üzərində. Bu uşaqlar da valideynlərə qarşı çıxırlar. Təbiri doğrusu bizim dildə valideynlərin üzünə ağ olurlar. Bu üç misal, yəni fikrimi çatdıra bildim də. Müdürdür, müdürün işçiləri var, məktəbdir, müəllimələrin tələbələri var, bir də valideynlərin nədir? Evladları. İndi sual, bu insanlar, bu işçilər və yaxud bu tələbələr, bu evladlar, bu əməlləri edəndə, yerinə yetirməyəndə, o qaydaları yerinə yetirməyəndə, bunlar günah edirlər, yoxsa dünyavi məsələni yerinə yetirmirlər? Günah deyil də, onlara yəni, əməl dəftərində günah yazılmır, düzdür? Dünyavi bir məsələdir. İkinci sual, sizcə o müdürlər, müəllimlər və müəllimələr, valideynlər, həmin o işçilər üçün, tələbələr üçün, evladlar üçün qəzəblənirlər, yoxsa yox? Tənbih edirlər də, düzdür? Hətta müdür deyəcək ki, qardaş, sənə mənə kim işçi lazım deyil. Elə deyil. Mən sənə qayda qoymuşam ki, saat 9-da gəl, sən də 10-da gəlirsən. Mən istəmirəm. İndi fikir verin, subhanallah, bunlar məxluqlardır. İki məxluqun arasında olan baş verən məsələlərdir. Müdür də məxluqdur, işçilər düzdür. İndi, subhanallah, gəlin fikirləşək ki, biz qullar, Allahın qulları. Allaha qarşı günahlar edirik, asiliklər edirik. Allah subhanahu wa ta'ala bunun müqabilində bizə lütf edir. La ilahe illallah. Elə deyil. Allah bizim ilə rəhməti ilə müamilə edir subhanahu wa ta'ala. Amma o işçilər, müdürlər, adillikləri ilə, qayda var, qanun var, düzdür? Onlar əslində adildirlər işlərində. Deyirlər ki, qardaş, sənə maaş verilir və sənin də iş vaxtın buradan buraya qədərdir. İndi, subhanallah, fikirləşin ki, bizim asiliklərimizə görə Allah da bizimlə öz adilliyi ilə yəni, müamilə etsəydi, halımız necə olardı? Məhv olardı insanlar, subhanallah. Yer üzündə adam qalmazdı. Allah subhanahu wa ta'ala nə qədər geniş mərhəmət sahibidir. Subhanahu wa ta'ala. Kətəbə alə nəfsihi rəhmə. Allah Teala buyurur ki, Allah özünün nəfsinə rəhimli olmaq yazıb. Subhanahu wa ta'ala. Öz nəfsinə rəhimli olmağı yazıb. İnsanlara qarşı, qullara qarşı. Fikir verin, insanlar gecə-gündüz Allaha günah edir. Gecə-gündüz. Amma Allah onun müqabilində nədir? Lütf edir. Edir, etmir. Allah subhanahu wa ta'ala evlad verir, can sağlığı verir. Nə bilim, nemətlər yüzlərlə, milyonlarla. Vallahi milyonlarla nemətlər var. Həddi hududu yox, saymaqla bitirmək olmaz. Buna baxmayaraq Allah subhanahu wa ta'ala nədir? Adildir, rəhimlidir, kəramətlidir subhanahu wa ta'ala qullarına qarşı. İndi qullar da gərək bunları fikirləşsinlər. Həqiqətən. Bunlar da fikirləşsinlər ki, Allah subhanahu wa ta'ala bizə qarşı nə qədər rəhimlidir, mərhəmətlidir. Allah bizə gördüyümüz və görmədiyimiz, gizlində nə qədər yaxşılıqlar edir. Və bizim bildiyimiz nə qədər yaxşılıqlar var. Vallahi ki, Rəbbimiz kəramət sahibidir, subhanahu wa ta'ala. Rəbbimiz əzəmət sahibidir. Həmişə insan gərək fikirləşsin ki, Allah subhanahu wa ta'ala kəramət sahibidir. Və Allahdan qorxmağa çalışsın. Allahdan qorxmağa çalışsın. Və bundan sonra nə olur? Nəticə baş verir. Bundan sonra nəticə baş verir, insan həya edir. Yəstəxfuna minən-nəsi və la yəstəxfuna minəllah. Allah subhanahu wa ta'ala buyurur ki, onlar insanlardan deyir, həya edirlər, utanırlar, çəkinirlər. Lakin Allahdan çəkinmirlər. Əvələ ya'ləmunə ənəllaha ya'ləmu mə yusirrunə və mə yu'linun. Onlar elə zənn edirlər ki, onlar gizlidə saxladıqlarını, aşkara çıxartdıqlarını Allah bilmirmi? Ələm ya'ləm bi ənəllaha yara. Onlar bilmirmi ki, Allah görür. Nə qədər ayətlər var Quran-ı Kərimdə. Həqiqətən bu cür olanda, insan Allahı tanıyanda, insanın qəlbi Allaha yaxınlaşır, artıq o məqam gəlib çatır. Uca Allahdan dilərəm, Allah bizə nəsib eləsin. O məqama gəlib çatmaq həqiqətən əzəmətli bir məqamdır. Bilirsiniz hansı məqamdır o? Vallahi, quş kimi göydə uçmaq. 2 nəfərdir. Qıraqdan baxanda elə
Cəmaət elə zənn edir ki, bu yeri yer üzündə. Amma əslində deyil, elə deyil. O quş kimi uçur göy üzündə. Bilirsiniz nəyə görə? Subhanallah. O dünyanın ən yüksək səadətinə nail olub. Rəbbim məni görür. Muhsinlik dərəcəsidir. Necə idi Peyğəmbər sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam soruşanda İslam haqqında, iman haqqında, ihsan haqqında buyurur ki, Cəbrail əleyhissalam "Əxbirnə anil ihsan." İhsan haqqında xəbər ver. Peyğəmbər sallallahu əleyhi və səlləm necə deyir? "Ən ta'budallaha kənnəkə tarahu, fə in lem tekun tarahu fə innehu yarak." Allaha elə ibadət et ki, onu görmüş kimi. Bunu bacarmasan bil ki, Allah səni görür. Yəni insan gərək həmişə bunu gözün qabağında belə eləsin. Danışanda, oturanda, duranda, yeyəndə, içəndə, evində, çöldə, həmişə. Harda olursansa ol, bil ki, Allah səni görür. İttaqilləhə heythumə kunt. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahdan qorx. Harda olursansa ol, Allahdan qorx. Başqa bir məsələ, bu qorxu da iki qismə bölünür. Bəzən olur ki, bizim özümüzün beyinlərimizdə bir proqram var. O proqrama görə biz özümüzü idarə edirik. Əslində bu proqram doğru proqram deyil. Allahın proqramı var, Subhanahu wa ta'ala. Allahın qayda qanunları var. Onları biz beyinlərimizə, zehinlərimizə yerləşdirməliyik. Bu qorxu və bir də nədir? Ubudiyyə, ibadət, qulluq. Bir inşallah danışacağım. Surələrin birində keçir. Unuttum, səhv eləmirəm, Həşr surəsində keçir. Şeytan insana küfr etməyə əmr edir. İnsan küfr etdikdən sonra deyir ki, mən səndən uzağam. Mən səndən uzağam. Sonra deyir ki, mən deyir, qorxuram aləmlərin Rəbbi olan Allahdan. Bura fikir verin, bu olduqca mühüm faydadır. Deyir ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Şeytan iddia edir ki, Allah aləmlərin Rəbbidir. Və qorxusunu da deyir. Sual, onun qorxusu keçərli qorxudur, yoxsa yox? Şeytanın qorxusu. Keçərli deyil. Yəni, keçir ki, orada mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Yəni, onun deməsi doğrudur, yox səhvdir. Zahir olaraq doğrudur da, düzdür. Açıq aşağı ayətdə keçir ki, mən doğrudur. Amma onun təqvası keçərli təqvadır, yoxsa yox? Keçərli təqva deyil. Bəzən olur ki, Allah bizləri islah eləsin, bağışlasın. Və ya dediyim kimi də, bizim beynimizdə o proqram var. O proqramla olmaz belə eləmək. Yəni, o ubudiyyə məsələsi var ya, qulluq məsələsi. Qulluq məsələsini Allahın dediyi kimi etmək lazımdır. Yəni, özümüzün fikirləşdiyimiz kimi yox. Özümüzün fikirləşdiyimiz kimi olanda, bilsin nə cür olur. Bəzən edirəm, bəzən etmirəm. Bunu da eləyim, heç nə olmaz. Bu da eləməyim, bu da eləyim. Elə deyil. Və bir də nədir? O qəlb məsələləri. İnsan gərək qəlbinə dönsün həmişə. Allahın, Subhanahu wa ta'ala'nın dediklərini yerinə yetirəndə, əmirlərini yerinə yetirib qadağalarını çəkinəndə, qəlbdə gərək heç bir sıxıntı duymaz insan. Buna görə qəlb nədir? Sıxılmaz. Əksinə, sevinsin qəlbləri. Ümid edirəm ki, bu qədər kifayətdir. Allahdan dilərim ki, Allah Subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Subhanahu wa ta'ala bizi Allahdan qorxanlardan etsin. Və həmişə Allahdan həya edənlərdən etsin. Subhanakallah və bihamdika əşhədu an la ilaha illa ente estağfiruka və etûbü ileyk. Barakallahu fikum.